Assalamu aleykum əziz dostlar. Gözəl Zaqatal allarımız. Dostlar, mükəmməl bir dənə evimiz satışa çıxıb inşallah. Evi də göz, müasir tipli tikilən evdir. Deməli dostlar, o qədər gözəl yerdir də. Bax, diaqnostika tərəfdən yol gəlir. Bir dənə göstər, asfaltı zəhmət olmasa. Diaqnostika tərəfdən yol gəlir. İstəsə aşağıdan Danaçı Masiv tərəfdən yol gəlir. Deməli, bura 5 tərəfdən yol var. Bu evə 5 tərəfdən yol var. Bu istiqamətlər, belə Cuma market, bu istiqamətlərə düşürür. Çıxsan trasa, məhkəmə binası aşağıda qalır, bu biraz yuxarıda. Dostlar, çox super yerdir, çox qəşəng yerdir. Deməli, evimiz də çox möhkəm tikilən evdir. Evdir, müasir tiplidir, evin də görünüşünü görürsün. Hazır vəziyyətdə bir dənə ştukaturkası vurmalı, içi doldurulub inşallah. Gəl ətrafı bir dənə göstər yaxından. Bəzi dostlar, gördüğünüz gibi beton tökülüb. Burada balkon üçün balaca bir dənə yer saxlanılır. Şu belə oturmaqda balkon üçün yerdir. Deməli, içi doldurulub, içine de möhkəm beton tökülüb. Çox bərk beton tökülüb. Beton alınlığı da superdir. Evin tikilişinə baxın dostlar. Yəni sahibin dediyinə görə, baxın, rasvoru olsun, istə sement olsun, ən yuxarı marka ilə. Bax, bu mətbəxi. Bir dənə zəhmət olmasa belə ətrafını göstər. Mətbəxi. İstəsə otaq zal kimi də işlətə bilərsin. Bax, əlavə bir dənə də otaq. Bu ikinci otaq. Bax, zəhmət olmasa üçüncü otağı da göstər. Bu üçüncü otaq. Bu da uşaq otağı kimi, detski kimi də işlətə bilərsiniz. Nə bilim, ürəyiniz nə tər istəyir. Burada burada nə bilim, paltar yüyən maşın qoymaqdan ötürü, paltar ütüləməkdən ötürü adeli bir dənə otaq olunub. Balaca bir dənə otaq. Burada da sanitar qovşağı üçün yer ayrılıb. Sanitar qovşağı olacaq. Burada da sanuzer üçün yer ayrılıb. Yəni, ürəyiniz istəyən formu özünüz təmir edəcəksiniz. Nə deyək? Bəzi dostlar, işığımızı sayğacı da qoyulub. Yəni evin işıq sayğacı var, dirəkdə hazır asılı vəziyyətdədir. İşıq vəziyyət, qaz da, deyərdim bir 70-80 metr yuxarıda qaz da var. Ev də tam asfaltın üstündədir, asfalt var. Dayandığım yer pilləkəndir. Baxın dostlar, rigerləri, betonları, evin dajı profnastı dəmiri, mən özüm gəlincə bu qabağa baxdım, belə çox qalın dəmirlə işlənir dostlar. Çox super dəmirlə işlənir. Və görürsünüz, mən dediyim ki, bura balkondur. İstərsən yayda oturub çay içmək üçün yer. Operator zəhmət olmasa bu tərəfi göstər. Evimiz də, onu da xatırlatın dostlar, 2 sot həyətdə tikilib. Evin qabağında da yer var. Evin qabaq hissəsi də, deməli, yox, belə gəl. Deməli, bu yan hissəsi belə boşluqdur. Yəni, nə qədər istəyirsən, imkan var. Yəni, bərkidə bilərsən. Yəni ki, burada gələndən sonra kriteriyaları başa salaraq da təxminən hara kimi bərkidə bilərsən. Bir dənə stop ilə arxa tərəfə gəl, zəhmət olmasa. Dostlar, bax, ən altda çox möhkəm tikilib. Adam özü üçün tikən yer olub. Bax, 1 kəməri, 2 kəməri, 3 kəməri və burada da kolonları. Ev möhkəm kolonlandı dostlar. Altıda indi mişar daşı ilə tikildi, özünüz görürsünüz. Yəni, qəşəng imkan var, yəni ki, bir dənə ştikaturunu vur, gir yaşa. Bax, bu arxa tərəfi də sahibin dediyinə görə burada əlavə yer kimidir. Yəni burada istəsən mal saxlaya bilərsən, istə toyuq cücə üçün hin eləyə bilərsən, yaxşı hinduşka saxlaya bilərsən, böyründə otaqlar var. Bax, bıraq hinduşkalar otlasın, qaz, ördək, nə bilim, hinduşka. Dostlar, çox gözəl yerdir ha. Yəni içində zövqə görə təmir edə bilirsiniz də, ürəyiniz istəyən formada təmir edə bilirsiniz. Evin də bir 50 santim belə, 50 santim belə deyim, mağa düşür deyil, arxa tərəf deyim, mağa düşür deyil, imkan var deyil, arxada nə qədər istər, belə lazım gəlsə, o divara kimi imkan var. Bir dənə stop ilə irəli, qabağda gələcək. Bəzi dostlar, bu armatur vurulur, bu evin önüdür. Bu hissə qəşəng, istəyərsən önündə bir dənə naves eləyərsən, istəyərsən, nə bilim, tamet döşüyüb, boş el, darvaza buradan qoyarsan, darvaza buradan qoyarsan, çox əlverişli, gözəl yerdir dostlar. Superin super yeridir. Dostlar, evimizin qiymətinə gələk. 50 min deməyəcəm, 49 da deməyəcəm. Dostlar, 48 minə, 48 minə real alıcı ilə
yenə cüzi endirim olunacaq. Yəni real alıcına cüzi endirim olunacaq. Nömrəni də xatırlatım 077 512 74 76 nömrəsinə zəng eləyin. Əlaqə saxlayın, gətirib göstərər. Dostlar, alana da, satana da Allahdan xeyirlisi. Sağ olun.